Salam, mən Nərgizəm, dırnaq ustası. Bugün sizə ev şəraitində necə peşəkar pedikür edə biləcəyinizi göstərəcəyəm. Addım-addım izləyin və gözəl nəticə əldə edin. Əvvəlcə ayaqları ilıq suda 5-10 dəqiqə saxlayırıq. Bu dərini yumşaltır və ölü hüceyrələrin təmizlənməsini asanlaşdırır. Ayaqlara skrab tətbiq edirik və yüngül masajla qan dövranını sürətləndiririk. Bu addım çox rahatladıcıdır. İndi ponza daşı ilə və ya xüsusi alət ilə dabanlardakı ölü dərini təmizləyirik. Yumşaq hərəkətlərlə işləyirik ki, dərini zədələməyəsiniz. Dırnaqlarda renk varsa, onu freezer başlığı ilə təmizləyirik. Cuticle remover çəkir və yavaşca geri itələyirik. Dırnaqları dırnaq tutacağı ilə diqqətlə kesir və dırnaq pilkası ilə forma veririk. Nəmləndirici krem çəkərək dərini yumşaq saxlayırıq. Və budur, pedikür tamamlandı. Gözəl və baxımlı ayaqlar sizinlədir.